Hoş gəlmisiniz deyirəm oğlum. Çox sağ olun deyirəm. Həmişə qızlar gəlirdi çəkilişə. Bu dəfə də siz oğlanlar gəlmisiniz. Allah Taala bizə nəsib elədi, oğlum, şəhid anası olmağı. Orada bizi hansı məqamda olacağıq bilmirik. Allahın izni olmazsa şəhidin sözü keçməz. Elə bir yük daşıyırıq ki, gücümüz çatmır oğlum. Daşımağa, altında qalıb əzilmişik. Mənim şəhid ailələrim, bizləri hər an, hər adam başa düşmür. Amma başa düşən də var, əlbəttə. Qəlbimizdə mərhəmət hissi həmişə olsun. Allah mərhəmətli adamların yanında onunla olur həmişə. Mərhəmətli hissi olan adamların qonağı Allah'tır. Şeytan yoxa çıxır hər an. Həmin an. Əlbəttə, atasız övladı böyütmək çox çətindir. Ana rolunu oynayarkən ata rolunu həyat yüklədi çox analara, çox gəlinlərə. Sağcan arzulayıram oğlum. Bütün insanlara. Siz de onun içinde olmakla. Çok sağ olun, teşekkür ederim.